Şərur MTK-nın sahibi İsfəndiyar Axundov xüsusi ittiham qaydasında məhkəməyə verilib. İrəvan TV, Qafqaz Info az saytına istinadən xəbər verir ki, məşhur tikinti maqnatından şikayət edən iş adamı Progress 2016 MTK-nın rəhbəri Emil Səməndarovdur. Emil Səməndarov bir müddət əvvəl həbs edilib, amma hələ ki barəsində yekun məhkəmə qərarı yoxdur. Səməndarovun vəkili Asim Abbasovun sözlərinə görə Şərurlu İsfəndiyar müsahibələrindən birində müvəkkilini dəladuz kimi təqdim edib. Həmin cümlə konkret olaraq belə qeyd olunub. Mən sizə deyim ki, Progress MTK-nın rəhbəri Emil insanları nə qədər adamları aldadıb, hazırda cəzasını çəkir. Vəkil hesab edir ki, İsfəndiyar Axundov bu hərəkəti ilə barəsində qanuni qüvvəyə minmiş hökm olmayan şəxsin şərəf və ləyaqətini alçatmış olub. Buna görə də İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci böhtan və 148-ci təhqir maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir. Şikayəti Binəqədi rayon məhkəməsinin hakimi Vüsal Tağıyev araşdıracaq. İclas aprelin 8-i keçiriləcək. Qeyd edək ki, təhqir və böhtan maddələrinin sanksiyasında 3 ilə kimi azadlıqdan məhrum etmə, şərti cəzalandırma, cərimə və islah işləri nəzərdə tutulur.